Avropanın Qlobal Hava Təhlilləri Mərkəzi bu siqnalları verir ki, mayın son günlərində Rusiyanın qərbində geniş əraziləri əhatə etməsi gözlənilən həm troposferin aşağı qatlarında, həm də troposferin orta qatlarında ciddi bir atmosfer təzyiqində azalma gözlənilir. Bu da mövsüm üçün xarakterik olmayan güclü ekstratropik tipi siklon sisteminin aktiv inkişafına səbəb olacaq. Bu proseslər nəticəsində hətta Rusiyanın qərbində mayın sonları üçün xarakterik olmayan sulu qar və qar yağması ehtimalları var. Eyni zamanda şiddətli qəfil fırtınaların qopması ehtimalları da var. Bu soyuq hava dalğalarının artıq Şimali Qafqazdan Qafqazın cənubuna doğru yaxınlaşması ciddi riskə səbəb olacaq. Çünki isti hava dalğaları ilə bu mövsüm üçün xarakterik olmayan qəfil orta troposferin daxil olan soyuq havanın bu isti hava dalğalarına toqquşması nəticəsində Qafqazda ciddi bir troposferdə qeyri-sabitlik yaranacaq. Xüsusilə də Aralıq dənizinin şərqindən daşınan rütubətli hava axınlarının əvvəlcə Böyük Qafqaz rayonlarında, Gəncə, Qazaxstan, Naxçıvanda və Kiçik Qafqazda topa yağış buludlarının və lokal güclü supersel buludların aktiv inkişafına səbəb olacaq. Artıq mayın 29-u, 30-u və 31-də bu sistemin tədricən Bakı, Abşeron, Sumqayıt arasına doğru daxil olması gözlənilir. Xüsusilə də bu sistemin ən ciddi təsirləri Qafqazın cənubu Azərbaycan arasında olacaq. Çünki Azərbaycan həm Hind okeanının dipolundan gətirdiyi isti hava dalğalarının təsiri altında olacaq, həm də bu soyuq hava dalğalarının toqquşduğu ərazidə yerləşəcək. Cəbhə zonası olduğu üçün, yəni troposferdəki hava kütlələrinin toqquşduğu cəbhə zonası Azərbaycan arası olduğu üçün mayın sonlarındakı qəfil dəyişikliklər gözlənilməz olacaq. Yəni bu mobil tədbirlər və qlobal modellərin göstərmədiyi bir şiddətdə lokal xarakterli qəfil hava dəyişiklikləri gözlənilir. Bunun üçün də kanalda daimi olaraq 24 saat fasiləsiz olaraq page və radar məlumatların təhlilləri əsasında ən son dəqiqə məlumatları kanalda yayınlanacaq. Yəni bu proseslər daimi olaraq izlənilir. Xüsusilə də bu sistem artıq mayın 29-u və 30-da Rusiyanın qərbində daha da güclənəcək və bu sistemin gətirdiyi hava axınları ilə Qafqazda da ciddi bir hava toqquşması gözlənir. Xüsusilə də mayın sonlarında daxil olan bu sərin və soyuq hava dalğaları ilə isti hava dalğalarının və rütubətli havanın Qafqazda bir-birinə toqquşması nəticəsində topa yağış buludlarının qəfil inkişafı gözlənilir. Bu da topa yağış buludlarının şiddətli inkişafı nəticəsində supersel buludlarının da formalaşması ehtimalları yüksək risk olaraq qiymətləndirilir ki, bu da buludun taban yüksəkliyinin 17-19 kilometrə qədər qalınlığa çatması gözlənilir ki, bu da donunun diametrinin iri dənəli yağmasına, eyni zamanda leysanların qısa müddət ərzində şiddətli yağmasına səbəb olması gözlənilir. Yəni lokal xarakterli qısa müddətli şiddətli leysanlar nəticəsində əraziyə qısa müddət ərzində 200 mm-dən də artıq bir yağıntıların yağması ehtimalları var. Özdə lokal xarakterli proseslər nəticəsində məsələn üçün şəhərin bir ərazisində şiddətli yağış və sel baş verə bilər, lakin şəhərin digər bir hissəsində isə günəşli hava şəraiti müşahidə edilə bilər. Bu proseslər dünya praktikasında lokal proseslər sistemlərinə aiddir. Yəni mayın sonlarındakı proseslər də qəfil gözlənilməz şəkildə baş verəcək. Bunun üçün də kanalda daimi olaraq birbaşa page və radar məlumatların təhlilləri əsasında ən son dəqiqə məlumatları yayınlanacaq. Bu sistemin aktiv inkişafı mayın sonu və iyunun ilk günlərində də davam edəcək. Hətta mən deyərdim ki, 2026-cı ilin iyun ayında da, yəni yayın ilk ayı, iyun, 1-ci ayında da ciddi bir qəfil hava dəyişiklikləri Azərbaycan arasında davam edəcək və nəticədə iyun ayında həm havanın temperaturunda da tez yüksəlmə baş verəcək. Lakin bu temperaturdakı qəfil dəyişikliklər nəticəsində havanın temperaturu bir-iki gün kəsin yüksəlsə də, sonraki günlərdə yenidən kəsin aşağı enə bilər. Çünki bu atmosfer cəbhələrinin tez-tez Qafqaza müdaxiləsi gözlənir. Nəticədə ümumilikdə 2026-cı il ərzində Azərbaycandakı çaylarda sululuqda bir xeyli artım gözlənir. Bu cürsulluq dövrünün hətta quraq aylar olan iyul və avqustda da davam etməsindən səbəb ola bilər. Ümumilikdə bu proseslər haqqında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.